Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddə avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Ajans Sazın məlumatına görə qəza Siyezən rayonu ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, Fərid Mirzəyevin idarə etdiyi Chevrolet markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub. İlkin məlumata əsasən zərbənin gücü nəticəsində minik avtomobili ciddi deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobildə sərnişin qismində olan 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə həyatlarını itiriblər. Qəza yerinə dərhal təcili tibbi yardım briqadaları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar istintaqın yekununda məlum olacaq.